Salam əziz və dəyərli Oba Marketlər şəbəkəsinin alıcıları və izləyiciləri, hər birinizi nəhayət lotereyamızın final mərhələsində, final turunda xoş gördük. Bugün yenə qazanacaqsınız. Bugün yenə bir neçə ailənin evinə bir sevinç gedəcək və gözəl bir zəng gələcək ki, siz qalib olmusunuz və lotereyada təbii ki, Oba Marketlər şəbəkəsinin alıcılarının iştirak etmə şansı var idi. Çünki sual yarana bilər ki, mən oradan alış-veriş edirəm, bəs niyə mən iştirakçısı olub bu dəyərli hədiyyələri qazana bilmirəm? Siz sadəcə minimum 20 manat alış-veriş etməliydiniz və bu alış-veriş etdikdən sonra qəbzin üzərindəki QR kodu ya Oba tətbiqi vasitəsilə oxutmalıydınız, ya da oba.az saytına daxil olub, orada xüsusi bir bölmədən qeydiyyatdan keçməliydiniz ki, bizim bu dəyərli hədiyyələrdən birini qazana biləsiniz. Artıq 24 hədiyyəmiz qazanılıb. Birinci, ikinci tiraj başa çatıb. Birinci tirajımız 25 sentyabr tarixində baş tutdu, ikinci tirajımız 15 oktyabr və nəhayət bugün sizlə final tirajında görüşürük. Bugün yenə qazanacaqsınız. Sual yarana bilər ki, bugün nə qazanacaq? Bugün 2 ədəd robot tostoran, 5 ədəd Tefal Fritas, 3 ədəd iPad 10-cu nəsil, 2 ədəd iPhone 16-y və 2 ədəd Eyfariya yataq dəstəyi sizin ola bilər. Birazdan o şansları elektron çarx vasitəsilə biz elan edəcəyik. O şansları mən tək yox, mənlə bərabər müsbət heyətdə elan edəcək. Çünki bu lotereya keçirilən zaman hər zaman mənim yanımda müsbət heyətli də olur. Onları sizə sevə-sevə təqdim edirəm. Respublikamızın əməkdar artisti Dilara xanım Əliyeva, xoş gördük sizi. Aktyor Müşfiq Şahverdiyev, aktyor bloger Əlixan Rəcəbov, jurnalist influencer Zəminə Rüstəmova, jurnalist Pərviz Hüseynov və influencer Pərvin Haşimova. Müsbət heyətinin yanında bizim bir dəyərli izləyicimiz, hətta deyərdik ki, şanslı əyləşib. Söhbət kimdən gedir? Mart-aprel ayında, bilmirəm, xatırlayırsınız yoxsa yox, Qonşum Qazansın lotereyasında bir mənzil var idi Uduşda. O 2 otaqlı mənzili qazanan bizim şanslımız buradadır. Söhbət Nüsrət Vəzirovdan gedir. Bakıda 2 otaqlı mənzil qazanmışdı. Birazdan ondan da təəssüratları soruşacağıq. Amma istərdik ki, ilk olaraq Dilara xanım, ənənəmizə sadıq qala, açılış nitqi ilə sizin o dəyərli fikirlərinizi eşidək. Xoş gördük. Mən Oba Marketlər şəbəkəsini bu gözəl təşəbbüsə görə çox ürəkdən salamlayıram. Hər zaman alıcılarını sevindirir. Təkcə qənaətli və keyfiyyətli qiymətləri, məhsulları ilə deyil, eyni zamanda onlara belə bir xoşbəxtlik nəsib elədiyinə görə. İnanın ki, hər dəfə bu tiraj keçiriləndə orada o duş sahiblərinin sevincindən bizə də nə qədər pay düşür. Bu çox gözəl missiyadır. Bir ömür boyu unudulmayacaq hədiyyələr olaraq qismət olur. Bir insan ömrü boyu çalışır ki, onun üçün ən dəyərli olan ev alsın, maşın alsın. Ev və maşın qədər dəyərli olan telefon qazansın və bu cür həyata əhəmiyyətli hədiyyələr təqdim edir. Var olsun, çox sağ olun, təşəkkürümüzü bildiririk. Bugün yenə sizlə o şanslara zəng eləyəcək Dilara xanım. İnşallah. Olacaq. Hər zaman maraqlı dialoqlar alınır. Görək, bu dəfə bizdə hansı dialoq zəng gözləyir? Hesab edirəm ki, bugün ən maraqlısı olacaq. Məncə də, inanırıq. Uğurlar arzulayıram. Sizin də fikirlərinizi eşitmək istəyirik. Buyurun, artıq neçənci dəfədir ki, siz bu lotereyalarda iştirak edirsiniz? Ümumiyyətlə bizim Oba Marketlərlə iş birdiyimizdə uzun müddətdir. Biz rayonları, şəhərlərimizi gəzə-gəzə hər dəfə Oba Marketi görəndə o qədər sevinirik ki, Oba günü-gündən böyüyür. Hər məhəllədə, hər kənddə. Müştərilərini də həmişə sevindirir və o sevinən qardaşlardan da biri buradadır. Yəni, Oba qardaşın həyatında elə bir çevriliş edib ki, qardaş ev udub, mən o evdə hal-hazırda kvartal qalam özümdə. Yəni, belə bir həyatda dəyişiklik eləyir. Ona görə də narahat olmayın, bu günləri kimin nə ehtiyacı var, inşallah onda qisməti olacaq buradakı hədiyyələr. Təşəkkür edirik, çox sağ olun. Pərviz, söz sizdədir, sizin də fikirlərinizi eşidək. Oba Marketin bu kampaniyası barədə tez-tez sosial mediada qarşıma çıxır. Müşfiq bəyin də paylaşımları qarşıma çıxır. Dilara xanımın da ümumiyyətlə belə bir şeyi təşviq eləmək, insanların gözləmədiyi anda hədiyyələrə qərq etmək çox yaxşı bir təşəbbüsdür. Mən Oba Marketi alqışlayıram və filiallarının daha çox olmasını arzulayıram. Və təşəkkür edirik ki, bugün bizlə bərabərsiniz. Əlixan, sizin də fikirlərinizi eşitmək bizim üçün xoşdur. Oba Marketlə qısa müddətdə əməkdaşlıq eləyirik, amma ilk dəfədir ki, mən münsif şəklində oturmuşam. Düşünürəm ki, bu gün o hədiyyələri aparan insanlara uğurlar diləmək lazımdır və inşallah ki, bundan da artıqlarını qazanarlar.
qardaş da ki, gələn ilində ən top hədiyyə nəticə onu da aparar. Hər il ən top hədiyyələri aparar. Təşəkkür edirik. Çox sağ olun. Zəminə xanım, sizin də fikirlərinizi eşitmək istəyirik. Təşəkkür eləyirəm və hər bir iştirakçı uğurlar arzulayıram. Orada qeyd olunan hədiyyələrin hər biri hər bir şəxsə və hər bir evə lazımdır. Mən Oba Marketin o gülərüz personalını xüsusilə salamlayıram. Çünki o marketə daxil olanda o təbəssümün özü hər bir orada alıcı üçün bir hədiyyədir. Təşəkkür edirik Pərvin xanım. Sonda sizin də fikirlərinizi eşitmək istəyirik bir müsiflər heyəti olaraq. İlk öncə dəvətiniz üçün təşəkkür edirəm. Özüm daxil olmaqla iştirak edən hər kəsə uğurlar arzulayıram. Təşəkkür edirik. Çox sağ olun. Və Nüsrət, biz sizin də təəssüratlarınızı eşitmək istəyirik lotereya ilə bağlı. Mən də Oba Marketin kampaniyasına ev vurmuş şəxslərdən biri olaraq Oba Market kollektivinin səmimi qəlbdən təşəkkür edirəm. İnşallah ki, mənim kimi digər insanlar da bu uduşlardan birinin qalibi olar. Əsas ehtiyac sahibləri olar. Mənim kimi, yəni başqaları da ehtiyacı olan şəxslər bunu qazanmış olarlar. Nüsrət, sizin çox maraqlı bir hekayəniz var bu udmaqla bağlı. Burada belə deyək də, o dostların birliyi öz sözünü demişdi də. Mən istəyirəm qısa olaraq onu bir xatırlatma edək. Mən bunu demək istəyirəm ki, bəzi məsəl üçün insanlar həyatda pul üzərindən nəyisə qurmağa çalışır. Amma insanlara demək istəyərdim ki, birinci münasibət qurarkən pulu yox, yəni insanın şəxsiyyətinə, xarakterinə dəyər versinlər. Mən də məsəl üçün dostumla bu vasitə ilə məsəl üçün ünsiyyət qurduğum üçün dostum bildiyiniz kimi bu birinci lotereyada mənim də adımı bildirdi. Amma bəlkə başqa insanlar olsaydı bildirməyə bilərdi. Biz mağazadan alış-veriş edəndə mən aldım. Həmişə kimi inanmadım ki, yəni belə bir qabili ola bilərəmmi, ola bilmərəmmi? Yəni inanmadığımca dedim, sən qeydiyyatdan keç, gəlsə 50-ni 50-yə bölərik. Qabaqcadan şərti kəsmişdiniz. Şərti kəsdim, mən aldım, verdim ki, əgər qalib olsaq 50-ni 50-yə bölərik. O da qeydiyyatdan keçdi, heç gözləmədiyim halda, heç loteriya yadımdan təmiz çıxdığı bir vaxtda dostum zəng verdi ki, bəs ev qalibi olmuşuq. Mən də heç açığı inanmırdım, hansı ki Müşfiq bəylə Dilara xanım bizə evi təqdim edənə qədər. Təbrik edirik. Sağlıqla yaşayın, xoş günlər keçirin o mənzildə. Və bugün də şanslılar olacaq. Bugün də təbrik edəcəyimiz şəxslər var. Birazdan lotereyamızı başlayırıq. Elektron çarx ekrana gələcək və biz onu hərəkətə gətirəcəyik ki, qaliblərimizi elan edək. Qalib olmayanlara indidən səslənirik ki, bizi qınamayın. Niyə? Çünki siz sadəcə alış-veriş etmişsiniz Oba Marketlər şəbəkəsindən. Evinizə lazım olan ərzağı və yaxud digər bir əşyanı almısınız. Bu hədiyyələr isə bir bonusdur. Yəni şanslılara təqdim olunur. Görək indi sizin adınız çıxacaq yoxsa yox. Yetər ki, siz Oba Market şəbəkələrindən alış-veriş edəydiniz və 20 manat minimum dəyərində bu alış-veriş olmalıydı. Sonra da qəbzin üzərindəki QR kodu siz oxutmalıydınız ki, ya mobil tətbiq vasitəsilə, ya da oba.az saytı daxil olub oradakı bölməyə keçməyiniz kifayət edib. İndi isə artıq bu lotereyaya qoşulmaq kimi bir fürsətiniz yoxdur. Niyə? Çünki bu lotereyanın artıq şərtlərinə əsasən bugün biz qalibləri elan ediriksə, bugünə kimi qeydiyyatdan keçənləri biz nəzərə alırıq və beləliklə elektron çarxımızı da görürük. Biz onu hərəkətə gətirəcəyik ki, görək biz qalibi elan edə biləcəyik yoxsa yox. Aha. Hədiyyələrimiz mən elan elədim, amma bir daha da xatırlatmaq istəyirəm ki, bizim bugün 2 ədəd robot tost soranımız var, 5 ədəd Tefal Fritters var, 3 ədəd iPad 10-cu nəsil var, 2 ədəd iPhone 16 və 2 ədəd Euphoria yataq dəsti. Biz onları sizin gözünüz qarşısında canlı-canlı təqdim edəcəyik. İlk olaraq biz robot tost soranı təqdim edirik. 2 ədəd robot tost soranımız var. Görək birincini kim qazanır? Biz ilk olaraq ekranda məlumat üçün bildirim ki, onların iştirak nömrəsini görəcəyik. İştirak nömrəsinin sonra isə bizim əməkdaşlarımız ad soyadını elan edəcəklər. Artıq var qalibimiz. Yəni bir ədəd robot tost soranı qazanan bizim Oba Marketlər şəbəkəsinin alıcısı var. Biz onun indi ad soyadını elan edəcəyik. Görək həmin şəxs kimdir? Zülfirə Nəsibova. Biz sizi təbrik edirik. Mingəçevirdə Oba Marketlərdən birində alış-veriş etmisiniz və artıq siz qalibsiniz. Biz sizi təbrik edirik. Robot tost soranı qazanmısınız və əməkdaşlarımız sizlə əlaqə saxlayacaqlar. Bilmirəm, indi bizi canlı olaraq izləyirsiniz yoxsa yox, amma istənilən halda bu hədiyyə sizindir. Təbrik edirik və keçirik ikinci robot tost soranımızın elan olunmasına. Görək bu dəfə kim qazanacaq? Özünüz də görürsünüz ki, müxtəlif şəhərlərdən, regionlardan bu lotereyada qalib olan bizim alıcılarımız var. Onlar haqqında da birazdan sizə məlumat təqdim edəcəm. Artıq var, ikinci qalibimiz də var. Biz yetər ki, onun ad soyadını deyək, çünki seriya nömrəsi ola bilər, hamı yadda saxlamasın. Gülnarə Heydərova Günəşli.
Gülnarə Heydərova Günəşlidən alış-veriş edib, yəni oradakı Oba Market şəbəkələrindən birindən alış-veriş edib. Təbrik edirik. Robot Tosoran sizindir. Sağlıqla işlədin və məlumat üçün bildirim ki, indiyə qədər qalib olanlar arasında müxtəlif şəhər və regionlar var. Gəncə şəhərindən, Ağsudan, Şəmkirdən, Ağstafadan, Lənkərandan, Qazaxdan, Samux, Goranboy, Səlyan, Tovuz kimi obalarımızdan alış-veriş edənlər şanslardan birinə çevriliblər. Keçirik 5 ədəd Cefal Fritazın oynanılmasına. Görək bu 5 ədəd Cefal Fritazı kim Oba Marketin keçirdiyi bu lotereyadan qazanacaq. Elektron çarxımızı yenidən hərəkətə gətiririk və o 5 şanslını sizlə bərabər elan edəcəyik. Artıq bəllidir. Siz özünüz əslində bunları öz mobil tətbiqinizdə sayta daxil olanda bu seriya nömrəsini görə bilərsiniz. Bu sizin iştirakçı kodunuzdur. Amma biz isə sizin ad soyadınızı birbaşa deyəcəyik elə burada. Elməddin Süleymanov, Tovuz rayonu. Elməddin Süleymanov Tovuzdan bu lotereyamızda iştirak edirdi. Təbrik edirik. Siz Cefal Fritazdan birini qazanmısınız. Əməkdaşlarımız əlaqə saxlayacaq artıq. Bu hədiyyə sizə məxsusdur. Elektron çarxımız hərəkətdədir ki, növbəti Fritazı biz təqdim edə bilək. Cefal Fritaz sizin ola bilər. Artıq var, nəticə var. Son nəticə burada görürük. 32-37. Təbrik edirik. Kamil Əhədov, Sulutəpə. Kamil Əhədov Sulutəpədən bax Obadan alış-veriş etdi və bu gün isə artıq bizdən Cefal Fritazı qazanıb. Buyurun. Dilara xanım soruşur. Airfryer, yəni o hazır yerləşdirirlər daxilinə. Hə, bax odur. Hə, yəni xeyli işinə yarayacaq insan. Təbii ki, sizin kimi biz də bilməyə bilərik, izləyicilərdə də sual yarana bilər ki, söhbət hansı hədiyyədən gedir. Dilara xanımın sayəsində biz onu aydınlaşdırdıq. Üçüncü Cefal Fritazı görək kimə təqdim edəcəyik. Ad soyadını indi bizə deyəcək əməkdaşlarımız. Fərhad Abbasov, Beyləqan. Fərhad Abbasov Beyləqandan bu lotereyada iştirak etdi və Cefal Fritaz sizindir. Oba market şəbəkələrindən alış-veriş etməyiniz kifayət idi ki, siz də bax bu hədiyyələrdən birini qazanasınız əgər qeydiyyatdan keçmişdinizsə. Növbəti hədiyyəni təqdim edirik. Yenə də bizdə 5 ədəd idi Cefal Fritaz. Onun artıq 3-ünü biz təqdim etmişik. Qalıb 2-si. Və budur. Artıq var. Biz görürük. Söhbət kimdən gedir? Güllü Məmmədova, Köhnə Günəş. Güllü Məmmədova, Köhnə Günəşlidən. Artıq Günəşlidən 2 qalibimiz var da. Biri yəqin yeni idi ya da səhv eləmirəmsə orada 2 Günəşli var. Təbrik edirik sizi. Hədiyyə sizindir. Növbəti yenidən hədiyyəmizin təqdimatına keçəcək. Görək kimin olacaq. Artıq var. Biz görürük iştirakçı seriya nömrəsini görürük. 50-29. Görək həmin izləyicimiz kimdir? Hansı şəhərdən, hansı regiondan qoşulub bu lotereyamıza? Zamin Kərimov, Sədərəkdən. Zamin Kərimov Sədərəkdən qoşulub. Biz sizi təbrik edirik. Növbəti Cefal Fritaz sizindir. Mən sadəcə xatırlatmaq üçün soruşuram. Biz artıq 4 ədəd təqdim etdik, yoxsa 3 ədəd təqdim etmişik? Yox, ümumilikdə 5 ədəddir, amma neçəsini təqdim etdik? Hamısını bitirdik artıq. Cefal Fritazlar sizindir, əziz Oba Marketləri şəbəkəsinin izləyiciləri, alıcıları. Biz sizi təbrik edirik və fasilə vermədən biz növbəti hədiyyəmizə keçəcəyik. Növbəti hədiyyələr buradadır. Bizlə bərabərdir. Söhbət 3 ədəd iPad 10-cu nəsildən gedir. 3-ü də buradadır. Digər hədiyyələrimiz bir qədər həcmli olduğuna görə kənarda sizi gözləyir. Yəni onlar da sizə 100% təqdim olunacaq. Çarxımızı biz hərəkətə gətiririk ki, növbəti hədiyyəmizi görək kimə təqdim edəcəyik. iPad 10-cu nəsil sizin ola bilər. Bu fürsəti dəyərləndirmək üçün kifayət qədər zamanınız var idi. Artıq var qalibimiz. Görək kimin olacaq. Ruslan Ağazadə, Masallı. Ruslan Ağazadə Masallıdan qoşuldunuz lotereyamıza və iPad sizindir. Təbrik edirik, gəlib götürə bilərsiniz. Bunun artıq sahibi var. Bunu kənara yerləşdiririk. Keçirik növbəti iPad-imizə. Görək onu kim qazanacaq. Yenidən elektron çarxımızı hərəkətə gətiririk. Çevrilir və burada bütün iştirakçıların belə deyək kodları sadalanır, amma onlardan birini təsadüf nəticəsində biz elan edirik. 30-60 görək kimindir bu kod? Qaraçqurdan Nərmin Cumazadə. Nərmin Cumazadə, təbrik edirik sizi Nərmin xanım. Növbəti iPad sizindir. Sağlıqla işlədəsiniz. Artıq 2 iPad-imizin qalibi var, qalıb biri. Görək sonuncu iPad kimə nəsib olacaq? iPad 10-cu nəsil kimindir? Artıq var, qalibimiz var. 3 ədəd iPad 10-cu nəsil artıq öz sahibinə qovuşub, sonuncu sahibinin ad soyadını birlikdə elan edirik. Bakıdan Leyla Babayeva.
Bakıdan Leyla Babayeva. Leyla xanım, sizi təbrik edirik. Sağlıqla işlədim. Bu hədiyyələr sizindir. Oba Marketlər şəbəkəsinin sizin üçün yaratdığı gözəl bir fürsət idi. İndi isə ki, növbəti hədiyyəmizə keçəcəyik. Amma növbəti hədiyyələrimizi biz təqdim edəcəyik, özdə çalışacağıq, əlaqə saxlayaq. Əgər bizi izləyirsinizsə, əgər düşünürsünüzsə ki, siz bu hədiyyələrdən birini qazana bilərsiniz, baxın ki, telefonlara zəng çatır yoxsa yox. Çünki biz indi sizlə canlı olaraq bir əlaqə saxlayacağıq. Görək kim qazanır bu iPhone 16 yeni. Hərəkətə gətiririk, çarxımızı çeviririk və görək kim qazanacaq. Qazanandan sonra biz əlaqə saxlayacağıq, zəng edəcəyik. Cavab versəz bizim üçün də xoş olacaq. Sizin o sevincinizi, həyəcanınızı görmək istəyirik, eşitmək istəyirik. Və qalibimiz var artıq. iPhone 16Y kimindir? Binə qəsəbəsindən Xəyal Musayev. Binə qəsəbəsindən Xəyal Musayev. Xəyal, biz sizi təbrik edirik və burada bir qədər fasilə veririk. Niyə? Çünki sizdən əlaqə saxlamağa çalışacağıq və əlaqə yarandığı halda Əlixan bəy sizə o xoş xəbəri çatdıracaq. Mikrofonu ötürək zəhmət olmasa. Görək həmin izləyicimiz bizi izləyirsə o qədər də sürprizli olmayacaq. Amma izləmirsə, hardadırsa, indi ola bilər işdədir, hansısa bir məkandadır. Biz ondan əlaqə saxlayacağıq. Sevincinin yəqin ki, həddi hüdudu olmayacaq. Bəzən olur ki, telefon zənginə cavab verə bilmirlər müəyyən bir səbəblərdən. Əlaqə yaratmağa çalışırıq. Əgər cavab versələr, biz onlara bax canlı yayımda deyəcəyik ki, siz iPhone 16Y qazanmısınız. Aha, hələ ki əlaqə saxlamağa çalışırıq. Biz növbəti hədiyyəni də təqdim edək, yoxsa gözləyək bir bunları? Gözləyirik. Bir qədər də sizi həyəcanda saxlayacağıq. iPhone 16Y öz sahibinə qovuşub və indiyə kimi bizim 24 hədiyyəmiz təqdim olunub. Birinci, ikinci tiraj üzrə və bir daha diqqətinizə çatdırım ki, müxtəlif regionlarda, şəhərlərdə Oba Marketlər şəbəkəsi olduğuna görə siz avtomatik olaraq hər bir nöqtədən bizim lotereyamızın iştirakçısına çevrilə bilərdiniz. Yetər idi ki, 20 manatlıq minimum alış-veriş edəsiniz. İndiyə kimi Gəncədən, Ağsudan, Şəmkirdən, Ağstafadan, Lənkərandan, Qazaxdan, Samuqdan, Goranboy, Səlyan, Tovuz kimi bizim dəyərli şəhərlərimizdən, ərazilərimizdən hədiyyələri qazanan izləyicilərimiz, alıcılarımız olub. Biz onların hər birini təbrik edirik. Siz də artıq adınızı qaliblərin siyahısına yazdırmısınız. Yenə deyirəm, bizi izləyənlər arasında ola bilər ki, desin ki, mən hər gün Oba Marketlər şəbəkəsinə daxil oluram. Bəlkə də 20 manatdan çox alış-veriş edirəm, amma mən niyə iştirakçısı deyiləm? Siz yetər idi ki, QR kodla qeydiyyatdan keçəsiniz. Əlixan bəy canlı olaraq qalibimizlə əlaqə saxlayır. Ay salam mələkə. Narahat eləmədik sizi. Var olasınız. Bilirsiniz də nəyə görə zəng vurmuşam? Gəlin ortaya qoyaq. Sizi bu qədər adam izləyir hal-hazırda. Hamısı sizə salam deyir. Müşfiq bəydir, Pərvizdir, Dilarə xanımdır. Xəbəri yoxdur. O bir də varsa burada. Var Müşfiq bəy orada. Bu hədiyyə sizindir. iPhone 16Y. iPhone 16Y. Sizi təbrik eləyirəm. Super gününüz olsun. Bir saniyə. Göstərim qardaşı. Hazırsınız, siz indi kameradan göstərəcəyim. Bu kameralarda çəkir sizi. İndi sonra fırladacağım, bizi ilə danışacağız. Salam eləyə bilərsiniz onlara. Всё. Nə hiss eləyirsiniz, nə hissi keçirirsiniz? İlk dəfədirmi belə hədiyyə qazanırsınız? Yəni ilk dəfədir, həqiqətən də ilk dəfədir. Heç vaxt da inanmamışam ki, demişəm ki, yəni öz adamlarına verilir burada. Amma həqiqətən də yəni birinci dəfə idi. Siz bizim adam deyirsiniz ki? Xeyr. Gördünüz, yəni siz nəsə alış-veriş eləmişdiniz, qeydiyyatdan keçdiniz. Bəli. Bəs hardan bilirdiniz ki, Obada lotereya var? İnanın ki, heç bilmirdim sözünü sizə. Kim dedi? Yəni həqiqətən də bilməmişəm də, orada keçmişəm, keçməmişəm. Yox, lotereya haqqında hardan məlumat almısınız? Reklam çıxıb qabağınıza, yoxsa Obanın özündə deyiblər? Yox, Oba şeyi var məndə proqramı. Orada bu şeylər var, gəlir orada. Bəyənnamələr gəlir də. Aha, orada görmüsünüz? Bəli. Nə xoş. Deməli, bütün nə gəlirsə, ruslar deyirik, уведомление, notification, hamısını yandırmısınız ki, görəsiniz ki, nə var, nə yox.
Mən sizi təbrik eləyirəm. Bilmirəm indi mən şəxsən verəcəm telefonu yoxsa gəlib siz gəlib götürəcəksiniz telefonu. Sağlıqla işlədəsiniz. Bütün nə xoş xəbərlər varsa o telefondan eşidəsiniz. Nə Həqiqətən də Aha. inanmırdım ki, bu belənisini olacaq. Görürsüz qismət gətirdi. Vallahi həqiqətən. Deməli mən qismətim var imiş. Var imiş, bu telefon da sizin qismətivizdəymiş. Sizi bir daha təbrik eləyirəm. Var olasınız. Obanın əməkdaşları sizin çox sağ olun. Əlaqə saxlayacaq və hədiyyəni götürəcəksiniz. Təşəkkür, çox sağ olun. Siz sağ olun, var olasınız. Sağ olun. Təşəkkür edirik, təbrik edirik bir daha. Bu alqışlar bizim hər bir qalibimizə buradan ünvanlanır. İndi yenidən kimisə sevindirəcəyik. Bu dəfə Müşfiq bəy əlaqə saxlayacaq. Görək telefona cavab verəcəklər yoxsa yox. Bizi izləyirsinizsə bir daha deyirəm. Telefonları açın ki, biz sizlə bax belə maraqlı dialoq qurmaq istəyirik. Bugün görün neçə ailənin evində bax belə bir sevinc olacaq. Çünki dəyərli evə lazımlı olan hədiyyələrdir. Növbəti iPhone 16 yeni təqdim edəcəyik. Elektron çarxımız hərəkətə gəlir. Görək kiminlə əlaqə saxlayacaq. Kim? Aha. Artıq stop vermişik və qalibimiz var. Biz onun ad soyadını deyəcəyik. Mingəçevirdən Hikmət Mahmudov. Hikmət Mahmudov Mingəçevirdən qoşulub bu oradakı Oba marketlər şəbəkəsindən birində alış-veriş etməyə kifayət idi və ardından qeydiyyatdan keçib ki, bizim lotereyamızın qalibi olsun. Olub. Yəni özünə inanıb və olub. Təbii ki, qaliblərimizin say məhdudiyyəti də var və hər dəfə biz yəni limitsiz bir qalib elan etmirik. Məsələn, indiyə kimi 24 qalibimiz olub və bu gün də biz qaliblərimizi elan etməkdə davam edirik. İndi onunla da əlaqə saxlamağa çalışacağıq. Mingəçevirdən bizim lotereyamıza qoşulub və biz onunla əlaqə saxlayıb onu təbrik edəcəyik. Ola bilər bizi izləmir. İzləmirsə onun üçün bir sürpriz olacaq. Çünki birdən-birə zəng gəlir və tanınmış bir sima Müşfiq Şahverdiyev onu salamlayır, deyəcək ki, siz qalib olmusunuz. iPhone 16y sizindir, təbrik edirik. Amma telefonumuza cavab versə, cavab verməsə də onun da hədiyyə, cavab versə də. Amma bizim üçün o emosiya, o his, həyəcan daha çox maraq doğurur. Niyə? Çünki bu cür lotereyanın keçirilməsində məqsəd yalnız və yalnız alıcıların könlünü oxşamaqdır, alıcılarımızı sevindirməkdir. Niyə? Çünki onsuz da hər birimiz marketlərə gedirik, alış-veriş edirik. Bu isə Oba marketlər şəbəkəsinin sizin üçün yaratdığı əlavə bir fürsətdir. Yəni bonus bir hədiyyədir. İndi görək telefon zəngimizə cavab verəcəklər yoxsa yox. Biz onlara zəng edəndə demirik, məlumat vermirik ki, sizə niyə zəng eləmişik, siz qalib olmusunuz yoxsa yox. Onlar yalnız və yalnız burada bizim dəyərli müsbət heyəti ilə dialoq quran zaman bunu aşkara çıxarırlar. iPhone 16y öz növbəti sahibinə qovuşub, amma əfsuslar olsun ki, hələ ki sahibi telefona cavab vermir. Əgər cavab vermirsə, yenə də hədiyyə sizindir, narahat olmasın həmin izləyicimiz. Biz o hədiyyəni ona mütləq şəkildə çatdıracağıq. iPhone 16y-ləri də təqdim elədik. 2 ədəd iPhone 16y öz sahibinə qovuşub və biz indi keçirik əsas hədiyyəmizə. 2 ədəd Eyfariya yataq dəsti təqdim olunacaq. Görək kimindir. Belə zövqlə hazırlanmış bir yataq dəstidir və onun 2 qalibini elan edəcəyik. Çarxımızı yenidən hərəkətə gətiririk. Görək kim qalib olacaq. Aha. Yataq dəstinə. Aha. Qalibimiz artıq var. Biz onun ad soyadını sadəcə öyrənməliyik və əlaqə saxlayacağıq onunla. Gəncədən Ramil Nuriyev. Gəncədən Ramil Nuriyev. Biz Gəncəyə bir zəng edəcəyik. Gəncədən olan Ramil Nuriyevə əlaqə saxlamağa çalışacağıq ki, ona bildirək ki, siz bax bu Oba marketlər şəbəkəsinin keçirdiyi Qonşum Qazansın lotereyasının dəyərli bir hədiyyəsini qazanmısınız. 2 ədəd yataq dəsti var idi. Onlardan biri sizindir. Təbrik edirik və bir daha vurğulayırıq ki, ola bilər siz bizim zəngimizə bugün cavab verməyə biləsiniz. Amma istənilən halda bu hədiyyələr sizindir. Biz sizi təbrik edirik, sağlıqla işlədəsiniz. Əlaqə saxlamağa çalışırıq. Əməkdaşlarımız oradadır. Burada böyük bir komanda var. Biz onlara da ayrıca təşəkkür edirik. Siz sadəcə alış-veriş edirsiniz. Sonda isə gəlirsiniz ki, görəsən mən hədiyyəni utdum yoxsa yox. Amma bütün bu prosesin arxasında aylarla davam edən böyük bir əmək, zəhmət var. Ona görə də Oba marketlər şəbəkəsinin bax bu işini icra edən komandasına da bir ayrıca təşəkkür edirik. Çünki siz yüz minlərlə siz hər gün alış-veriş edirsiniz, heç nəyi düşünmədən, heç düşünməməlisiniz də. Çünki Oba marketlər şəbəkəsi bax bu baxımdan sizin hər zaman qayğınıza qalır. Əlaqə saxlamağa çalışırıq. Görək qalibimiz telefonumuza cavab verəcək yoxsa yox. Cavab verirmi yoxsa hələ yox? Cavab versə yaxşı olar. Niyə? Çünki biz hər zaman o ənənəmizə sadiq qalmışıq da. İstəmişik ki, bir o təsiratı öyrənək, onların sevinç hissini, bəzən olub ki, maraqlı bir dialoqlar da aparırlar, öz fikirlərini bölüşürlər. Bundan gözəl nə ola bilər ki? Sizə bir zəng gəlir. Tək ki, hamımıza bax belə zənglər gəlsin. Aha, olsun. Biz də elə Müşfiq bəy. Yox, iPhone artıq təqdim olunub. iPhone
birini də təqdim elədik, amma əfsuslar olsun zəngimizə cavab vermirlər. Cavab verir. Cavab verirsə sevə-sevə biz onu təqdim edəcəyik. Biz onunla indi görüntülü əlaqə saxlamağa çalışırıq. Çünki səsi də lazımdır bizə, görüntüsü də lazımdır. Niyə? Çünki o təsiratlarını görək hamımız birlikdə canlı yayımda. İndi bilmirik xəbəri var yoxsa yox, amma burada Müşfiq bəy onu elan edəcək. Müşfiq bəy, zəhmət olmasa mikrofonu götürün. Assalamun aleyküm. Necəsən ağsaqqal? Şükür Allah, sağlıq, salamatçılıq. Necə? Yaxşılıq. İş görürsünüz elə bil həyatda. Mənə də hayva pişirib, elə yoldaşam. Oy canına, heyva bişirirlər. Heyva. Ona bir banka inşallah qismət olsa. Mən gözüm üstə. Əmican, Can, əmin. obadan nə vaxt alış-veriş eləmişdiniz axırıncı dəfə? Valla bu yaxında olub da bir neçə gün bundan qabaq eləmişəm. Oğul uşaq eləyib ya özünüz eləmisiniz? Nətər? Yəni bu loteriya olduğunu bilirdiniz də? Bilirdim, mənim qızlarım orada da, qızlarım yazırlar. Mən şey eləyə bilmirəm, Aha, indi bu nətər olacaq? Bu qızların olsun bu, yoxsa bu? Bu hədiyyədən xəbəriniz yoxdur yəqin. Mənə köməkli açam obana sonra özəltdik o eləyirlər da, nə bilim, bax elə. Bunu deməsi. Ağsaqqal, bax. Siz obadan... Gördün deyə ürəkli ol. Buna qazanmışsınız, amma mən də sizin bir nəvəniz. Məni nəvəliyə götürün. Elə bir ki, bir nəvəniz də Bakıda yaşayır. Uzaqda sonsuzda. Siz oradan bura gələni nəvə kimi qoy bunu işlədim. Nə deyil o elə? Bu iPhone. Telefondur, telefon 16. Mən burada qonşudayım, qabağa yapıyız. Uzaqda Bakıda döləm mən. Biz qonşuyuq. Dayıcan, sən obadan hədiyyə qazanmışsan iPhone 16. Ay sağ ol, Allah kömək olsun, əla. Əla. Ömrümüzdə bir də telefon göyə, nə olar? Bax, indi işlətdiyin nədir? İndi işlətdiyin nə telefonudur? İndi o nədir o şeyin adı? Gəl gətirib göstərəm. Bunu bilmirəm. Bu əlində nə telefondur? Nə bilirəm ki, mən uşaqlıq. Mən dayı dəqiq iPhone-dur. Bax bu təptəzə telefon, şad günlərə işlədəsən, həmişə xoş xəbərlər eşidəsən, obadan da alış-verişə davam edəsən. Merhaba, sənə bir dənə Wi-Fi də çəkdirmək lazımdır ora. Onda gələn inşallah loteriyada bir dənə qəşəng... heyvaya bax, bir dənə orada heyvan. Sən mənim canım, heç olmasa halallıq bir banka mən üçün o heyvadan yollayarsan, bunu mən yollayıram sənə. Mən gözüm üstə yolluyorum. Bu pişirəm, indi atına pişiribsən. Yoldaşı orada qəşəng görsən. Heyvan. Bəh. Öpürəm dayıcan, öpürəm. iPhone 16 sənindir, heç kimə vermə, özünü işlədərsən. Oldu qadasını alım. Ayda bir dənə bir şey deyim sənə axırda. Heç kim eşitmir. Mənə koda qoyarsan içinə girməsinlər. Öpürəm dayıcan, şadlıqlara işlədəsən. Çox sağ ol. Öpürəm. Obaya bir sözüm var. Oba marketlərə bir sözüm var. Mən oradakı işçilərə hamısının nətədir. Hamısı mənim balalarımdır, qızlarımdır. Allah canlarını sağ eləsin. Öpürəm sizi. Dünyamızı takip eləsin. Öpürəm. Ki, bu cavanlarımız yaşasın. Öpürəm. Həyatımız sübetdir. Sağ ol dayıcan. Biz də sizinlə fəxr edirik, sən qadasını alın. Biz də sizinlə fəxr edirik. Öpürəm sizi, öpürəm. Şürüncülüklə. Öpürəm sizi. Görüşərik, özünüzdən müğayət olun. Təbrik edirik. Daha bir Təbrik qalibimiz edirik. öz iPhone 16 yesinə Özdə bir dənə dayı verdim. Təbrik edirik. Saqqal Bizim bu işləsin kef eləsin. növbəti hədiyyəmiz də artıq öz qalibini tapıb. Biz əlaqə yaratmağa çalışırıq. Artıq telefonu da təqdim edirik. Dilara xanım söz sizdədir. Buyurun. Salam əleykum. Necəsiz? Gəncədən. Gəncəyə salamlar. Alo. Bir qədər şəbəkədə, onların internet şəbəkəsində. gəldi. Adını bir daha xatırladaq. Ramil bəy. Ramil bəy necəsiz?
Nəsə elə bir keyfiniz yoxdur. Evet, işləyəm ani oldu ona görə. Hə, ani oldu, işdə sevinəmirsiniz. İndi də yaxşı. Bir dənə iş modundan çıxaq. Tanıdınız məni? Bəli, Zəhra xanım. Hə, sevinin də bir mənə də bir həvəs gəlsin ki, müəllim məni gördü, sevindi. Hə. Siz oba marketlərdən alış-veriş eləmişdiniz? Bəli. Evə aynı oyun almışdınız, elə? Hələ hər gün axşam elə demək olar ki, obadan alırım. Nə gözəl. Çünki niyə? Qiymətlər qənaətlidir, məhsullar da keyfiyyətlidir. Üstəgəl orada tiraj olur, hədiyyələr olur. Rəmin müəllim, ev var? Biraz setdə nəsə problem var, Hə. eşidə bilmədim. Deyirəm ki, evinizdə aynı oyun hər şey var, misal üçün mebel, zat, belə şeylər var evdə. Var da, indi belə normal var da. Özümüzə yeti, hə. Bir təzə mebelə ehtiyac var elə bil, hə? Valla səsinizi tam eşidə bilmirəm, ona görə Həyəcandan istəmir. Nətər eləyək? İndi mən necə eləyim ki, siz mənə eşidəsiz. Bax, nətər eləyək? bir dəqiqə mən bir normal bir yerə gedim. Məncə də bir normal yerə keçin, normal danışaq. Bəli, buyurun Zəhra xanım. Ay sağ ol. Maşının içi ən yaxşı. Ay, bu nədir zəng gəlir? Dəqiqə. Budur. Bu ən çətin məqamdır. Yox. Aha, biz danışmağa davam edirik. Siz nə işləyirsiniz? Harda işləyirsiniz? Mən maşın ustasıyam, rəngstaz. Çox gözəl. Hə, Rami bəy. Deyirəm ki, evdə mən belə başa düşdüm ki, mebelə ehtiyac var. Hə? Var. Hə. O birlərin özünüz bilərsiniz. Siz işləyirsiniz, əziyyət çəkirsiniz. Evə gələndə yaxşı dincəlmək lazımdır. Yaxşı dincəlmək üçün yaxşı yatmaq lazımdır. Yatmaq üçün də yaxşı mebel lazımdır. Hə. Siz ova marketlərdən alış-veriş elədiniz. Evinizə yemək içmək aldınız. Ova marketlər şəbəkəsi də bugünkü günü görün sizə nə gözəl geri dönüş eləyib. Siz bugün Ova marketlər şəbəkəsindən yataq dəsti qazandınız. Təbrik edirik. Gözəl bir mebel evinizi bəzəyəcək. Otağa girəndə ürəyiniz açılacaq. Ürəyiniz açılan kimi gözünüz yumulacaq, çünki yatmaq lazım. Təbrik eləyirəm sizi. Gözünüz aydın olsun. Sağ olun. Var olun. Sağ olun. Hə, zəng elə evdəkilərə de. Deyin ki, o mebeli çıxardın. Təzəsi gəlir. Təbrik eləyirəm. Gözünüz aydın olsun. Çox sağ olun. Sağ olun. Var olun. Sağ olun. Sağ olun. Təbrik edirik. Daha bir hədiyyə öz sahibinə qovuşdu. Təşəkkür edirik Dilara xanım. Çox sağ olun. Və biz davam eləyəcəyik. Çünki biz daha bir zəng etməliyik ki, növbəti qalibimizi elan edək və ona bildirək ki, o da bizdən yataq dəsti qazanacaq. Çarxımızı hərəkətə gətirəcək. Bu sonuncu hədiyyədir və ümumiyyətlə bu lotereyanın final tirajındayıq biz sizlə bərabər. Düşünməyin ki, vəssalam bununla lotereyalar bitdi, tirajlar bitdi. Xeyr. Bundan sonra da bilmək olmaz, bəlkə ova yeni sizi sevindirdi. Müxtəlif aylarda, dövrlərdə fərqli hədiyyələrlə sizin qarşınıza gəlir. Bəzən avtomobil olur, bəzən 2 otaqlı Bakı şəhərində mənzil olur, bəzən yataq dəsti olur, bəzən iPhone 16 olur. İndi isə yataq dəsti öz sahibinə qovuşacaq. Görək kimdir, hansı evə gedəcək? Balaxanıdan Namiq Əcdərov. Balaxanıdan Namiq Əcdərov. Namiq bəylə biz indi əlaqə saxlamağa çalışacağıq. İnanaq ki, telefonuna zəng çatacaq və bizlə o bağlantını yarada biləcək. Çünki bizim üçün hər zaman maraq doğuran məqamlardan biri də o xoş xəbəri çatdıran zaman qarşı tərəfin hiss və həyəcanını, sevincini, emosiyalarını eşitməkdir və hər zaman da bu xoş xəbəri bizim müstəh heyəti çatdırırlar. Dilara xanım, bu bizim bu tiraj üzrə sonuncu bir zəngimiz olacaq. Bir daha diqqətinizə çatdıraq ki, Oba Marketlər şəbəkəsindən siz sadəcə alış-veriş etməyiniz və qeydiyyatdan keçməyiniz kifayət idi ki, bu lotereyanın iştirakçısına çevriləsiniz. Ümumiyyətlə, Oba Marketlər şəbəkəsi sizin üçün tez-tez belə fürsətlər yaradır. Həm qiymət qənaəti baxımından, həm bax belə lotereya baxımından.
Qalib olmayanlar bizdən küsməsinlər, inciməsinlər, məyus olmasınlar. Niyə? Çünki bu fürsət tez-tez yaradılır. Ona görə də yetər ki, yolunuzu Oba Marketlər şəbəkəsinə salasınız və kifayətdir ki, bax bu lotereyalarda iştirak edib öz hədiyyənizi bizdən qazana biləsiniz. Biz sonuncu qalibimizlə əlaqə yaratmağa çalışırıq ki, ona bu xoş xəbəri çatdıraq. Deyək ki, siz bizdən Oba Marketlər şəbəkəsindən Euforiya yataq dəstini qazanmısınız. Bu xəbəri çatdıracağıq. İstənilən halda bu hədiyyə artıq öz sahibinə qovuşub. Yəni kimin adını çəkmiş isə bu hədiyyə həmin şəxsindir, həmin ailəyə, həmin evə, ocağa gedəcək. Yetər ki, orada hər zaman xoşbəxt və xoş günlər keçirəsiniz. Biz isə bu gün özünüz də gördünüz ki, yalnız paytaxtdan deyil, bir çox şəhərlərdən olan qaliblərimizi həm təbrik etdik, həm onlarla fürsət yarandığı təqdirdə əlaqə saxladıq. Bir sözlə Oba Marketlər şəbəkəsi hər yerdə var. Hədiyyə də elə ona görə də müxtəlif şəhərlərə və regionlara gedib çata bilir. Əlaqə yaratmağa davam edirik. Düzdür, əlaqə yaranmadığı təqdirdə biz yenə də bu hədiyyəni sizə təqdim edəcəyik. Amma öyrənmək istəyirik ki, fürsət varmı əlaqə yaratmaq üçün, yoxsa yox? Aha. Çünki biz ilk olaraq zəng edirik və sonra bildiririk ki, biz sizdən indi görüntülü bir bağlantı quracağıq, amma xəbəri demirik. Xəbəri demirik ki, biz o reaksiyasını dərhal öyrənə bilək. Müsbət heyətinin də əminəm ki, bu gündən, bu tirajdan, bu lotereyadan reaksiyaları, təəssüratları çox gözəldir. Biz qalibimizlə danışandan sonra onların da təəssüratlarını eşidəcəyik. Elə qaliblərimizdən ötən lotereyaların birində qalib olan Nüsrət də bizlə bərabər idi. O bildirir ki, Nüsrət Vəzirov Bakı şəhərində 2 otaqlı mənzili qazanıb və bu mənzili qazanmaq bağlı çox maraqlı bir hekayə də var idi. Biz dəfələrlə də bunu səsləndirmişik. 2 dost sadəcə alış-veriş ediblər. Biri o birinə öz qəbzini həvalə edib və deyib ki, yetər ki, sən qeydiyyatdan keç, ev yox, qalib olarsan, da nə olacaq ki, böləcəyib. Bax, bu dostluqlara da bir əhsən düşür. Bu fürsətə də bir əhsən düşür. Yetər ki, Oba Marketlər şəbəkəsindən yolunuza salasınız. Necədir? Ümumiyyətlə, insan hər bir arzusunu, istəyini manifestləməyi bacarmalıdır. Yəni, ruhən bunu çox istəməyə lazımdır və o portalı düzgün qurmaq lazımdır. O istək enerji mübadiləsini yaxşı mütləq aparmaq şəkildə, lazımdır. mütləq Məncə indiki şəkildə. qalibimiz də elə yaxşı aparır bu enerji Məncə də mübadiləsini. başqa bu cür hallar alınmır. Ümumiyyətlə siz deyirsiniz ki, həvəsdən düşməyin. Niyə həvəsdən düşsünlər ki? Ölkədə başqa bir market yoxdur ki, həm qənaətli qiymətlərlə alıcılarını sevindirsin, həm də keyfiyyətli məhsullarla. Və demək istəyirəm ki, biz özümüz bütün alış-verişlərimizi Oba Marketlər şəbəkəsindən eləyirik. Çünki orada asılqandan tutmuş coraba qədər, corabdan tutmuş sırğaya qədər, boyunbağıya qədər. Yəni hamısı var, hamısı var. Özdəki bir dəfə mən özüm orada bir sırğa almışdım. Geyim dəstəmə düşdü. İnanın ki, Niyə də yox? Hə, bəli, və çox rahat dedim ki, bunu Oba Marketdən almışam. Yəni əsasdır ki, düzgün yerdə, düzgün vaxtda istifadə eləyəndə hər şey gözəl görünür. Yetər ki, o zamanlamanı və zövqü vaxtında və yerində düzgün qeyd eləyəsən. Bu baxımdan əgər bizim varsa, biz danışırıq ki, cəmaət darıxmasın da, varsa gətirin. Gətirin qalibimizi. Birazdan evdəkilərin problemini də deyəcəm. Nə oldu bu? Aha. Ara Görüntüyə qayıdaq. Görüntüyə. Siz zəhmət olmasa yaxınlaşın. Bir dənə kodlu da deyim. Şifrədən açaq və qalibimizlə danışacağıq. Aha. Hələ ki ağaclardır. Bir dənə aşağı düşək, ağaclardan düşək. Alo. Alo. Ay, salam əleyküm. Salam. Necəsiz? Çox sağ olun. Siz necəsiniz? Sağ olun, yaxşıyam, yaxşı. Adı nə idi? Namiq bəy. Ay Allah. Hə, Namiq bəy. Hə, məni gördünüz, məndən nə başa düşdünüz? Ya mən sizə niyə zəng eləmiş olaram görəsən, özü görüntülü. Sizi çox vaxt görürəm elə. Çox sağ olun. Var olun. Hə, sağ olun, sağ olun. Bir belə danışmamışdıq, bircə bu qalmışdı, bu da oldu. Namiq bəy, Oba Marketlərdən alış-veriş eləmisiniz? Deyirəm, Obadan. Oba Marketdən alış-veriş eləmişdiniz də? Bəli. Bir neçə dəfə eləmişəm. Eləmisiniz, hə? Mən deyim ki, siz seçilmiş adamsınız. Çox sağ olun. Bəli, məncə evdə ailə, qohum, əqraba sizi qorumaya alsın.
sizdən müğayət olsunlar. Siz onların çörək ağacısınız. Sizdən o potensialı aldım. Hə, deyirəm, evdə belə vəziyyət nətərdir? Pisdir, dözümlü. Hə, hamı dözür, narahat olmuyor. Sözüm odur ki, mebelin vəziyyəti bəs necədir? Sizdə dözümlüdür. Bəs mebeldə vəziyyət necədir? Evin mebeli. Takoz lazımlı şeydir təzə. Lazımlıdır düz ünvana. Az sonra ünvana çatdırılma və quraşdırılma olacaq. Xahiş eləyirəm o köhnə yataq mebelinizi çıxardın. Göndərin belə kimə istəyirsiniz ona. Çünki sizə təzə yataq mebeli gəlir. Çox sağ olun, var olun. Bəli, siz Oba marketdən alış-veriş elədiniz, evinizə yemək içmək aldınız, yediniz, doydunuz, amma üstəgəl də yataq mebeli qazandınız. Da bundan o yana adama neyniyərlər? Bax onu mənə denən eləyək. Başqa nə lazımdır? Başqa işlə yiyib yatırsan. Ay sağ, yersiniz, yatırsınız. Bu çox gözəl. O yataq mebelində gözəl yuxular görəsiniz. Sabahı gözəl açasınız, enerjili olasınız. İşinizdə, həyatınızda, sağlamlığınızda hər zaman qaydasında olsun Namiq bəy. Gözünüz aydın olsun. Var olasınız, hamısını salamlayıram. Çox şad oldum. Çox sağ olun. Var olun. Çox Sizə salamlar. Hamıya təşəkkür edirəm. Belə kampaniyalar yaradılsın. Çox sağ olun. var olun. Çox sağ olun. Təşəkkür eləyirik. Sağ olun. Bir daha Namiq bəy də təbrik edirik. Alqışlar bütün qaliblərimizə ünvanlanır burada. Təşəkkür edirik həm iştirak edənlərə, həm qoşulanlara, həm də əmək olan hər kəsə. Sonda biz müsbət heyətinin təəssüratını da eşitmək istəyirik. Dilara xanım, elə ənənəmizə sadıq qalırıq, o təəssüratları sizdən eşidirik. Çox gözəl bir yadda qalan gün olur bizim də həyatımızda. Çünki hədiyyə vermək, insanları sevindirmək o qədər müqəddəs bir missiyadır. Çox əfsuslar olsun ki, bizim şəxsi özümüzün belə imkanlarımız tez-tez olmadığına görə sizin imkanlarınızdan istifadə edərək xalqı sevindirmək bizim özümüzü çox sevindirir. Odur ki, var olsun Oba Marketlər şəbəkəsi, bu şəbəkəni quran insanlar, bu kampaniyanı insanlara, xalqa çatdıranlar var olsunlar, davamlı olsunlar. Onlar bizlə, biz də hər zaman onlarla olaq. Təşəkkür edirəm. Çox sağ olun ki, hər zaman bizlə bərabərsiniz. Müşfiq bəy, insanların üzündə bir təbəssüm, gülüş yaradırsınız. Amma bugün həm də xoş xəbəri çatdırdınız. Bunun özəlliyi, həm də gözəlliyi bir başqadır. Bəli. Şadlıqlara işləsinlər. Hamı şad günlərə işləsinlər. Bəs mənim nəsə mən Sizə yollayacaqlar. Mənim pulum necə? Doğrudan bunun özü necə deyirlər, bir adama o qədər xoş təəssürat bağışlayır ki, hədiyyə vermək. Düz biz onu Dilara xanım demişkən tez-tez belə imkan olmur özümüzdən apara verək. Amma Obanın adından təqdim eləmək o da bir adama xoş təəssürat bağışlayır ki, kimisə sevindirdik. Oba sevindirir, amma bizim də balaca payımız olur ki, orada biz təqdim edirik. Bəli. Doğrudan şad günlərə işlətsinlər inşallah. Obaya da inşallah daha da böyümək. Oba maşallah günü-gündən böyüyür. Ölkəmizin dörd bir yanında var və bu bizi sevindirir. İnşallah daha da böyüsün. Təşəkkür edirik. Çox sağ olun, bizlə bərabər olun. Pərviz, hər zaman sizi o doğru, dürüst fikirlərinizlə tanıyırlar. Ona görə də bugün də bax canlı bir lotereyanın iştirakçısı oldunuz. Təəssüratlarınız bizim üçün maraqlıdır. Təəssüratlarım odur ki, iştirakçılar 2 qat sevinirlər. Əslində bu onlar üçün 2 qat hədiyyədir. Nə mənada? Çünki Dilara xanım, Müşfiq bəy, Əlixan bəy, yəni onların hər an qarşılaşacağı, onlara zəng ilə insanlar deyirlər də. Həm onlar bu baxımdan sevinirlər ki, çox sevdikləri, maraqlı izlədikləri insanlarla tanış olurlar.
həm də bu insanlar onlara hədiyyə təqdim eləyir. Təbii ki, OBA-nın vasitəsilə bu baxımdan insanları sevindirərək xoşbəxtlik yayırsınız. Bu günlərdə belə məqamda son dövrlər ümumiyyətlə hər kəs negativ, amma OBA-dan belə pozitiv bir şeyin, insanlara xoş enerjinin yayılması, yəni xoşa gələndir. Davamlı olsun inşallah. Çox sağ olun Pərviz, bizlə bərabər oldunuz. Əlixan, sizin də təəssüratlarınızı eşidək. Mənim paxıllığım tuturdu o bir tərəfdə olanlara. mən dedim ki, mən niyə buradayım? Onlar burada olsunlar, mən orada olum. Hədiyyəni biz aparaq. Bir daha təşəkkürümü bildirirəm ki, OBA komandasına indi kamera arxasında görsənməyən böyük bir qüvvə var, böyük bir işləyən komanda var ki, hər şey icra eləyir və insanların üzündə təbəssüm, gülüş yaradır və xoşbəxt eləyir. Belə hədiyyələrlə hər birinizə təşəkkür elər. Var olasınız və mən paxıllığım tutdu yenə deyirəm, vəssalam. Paxıllığınız tutmasın. Elə OBA-ya siz də tez-tez gedin, alış-veriş edin, vəssalam, bəs eləyir. İnşallah olacaq. Növbəti lotereyalarda görüşərik. Görüşərik. Təşəkkür edirik. Çox sağ olun. Zəmlə xanım, sizin də təəssüratlarınız bizim üçün önəmlidir. Bizlə bərabər oldunuz bu bir neçə dəqiqə ərzində. Mən də təbriklərə qoşuluram. Mən bu dəfə də nəyə diqqət elədim? Paytaxtın müxtəlif istiqamətləri və bölgələrdən qaliblər oldu. Onu xüsusi diqqət eləyirəm və nə xoşdur ki, yəni hər bir region üzrə qaliblər elan oldu və dəyərli müsiflərimizin də iştirakı yumor hissi qatdı. Bir daha təbrik eləyirəm. Çox sağ olun. Pərvin xanım, sizi də eşitmək istəyirik. İlk öncə OBA Marketlər şəbəkəsinə təbriklər düşür bu cür gözəl layihə üçün. Qalibləri təbrik edirəm. OBA-dan alış-veriş etməyə davam etsinlər. Təşəkkür edirik və bir daha vurğulayaq ki, bizim mart-aprel ayında olan qonşum qazansın lotereyasında 2 otaqlı Bakıda bir mənzilin sahibi də bizlə bərabərdir. Nüsrət, baxın, biz də sizə zəng eləyəndə, yəni sizin dostunuzla əlaqə saxlayanda belə bir ortam var idi, belə bir komanda var idi. Bugün isə siz o komandanın, ortamın mərkəzindəsiz. Təəssüratlarınız bizim üçün maraqlıdır. O doğru, dürüst mövzusu, bəzən deyirlər ki, mən qazanmaram və s. O fikirlərlə bağlı istərdim ki, sizin də sonda təəssüratınızı eşidək. Mən burada lotereyada iştirak edən bütün kampaniya üzvlərinin çox sağ ol deyirəm. Mən Müşfiq və Dilarə xanımı da çox sağ ol deyirəm ki, onlar həqiqətən də sevinci bölüşə bilirlər. Məsələn, keçən səfər mən Müşfiq bəy təqdim eləyəndə, evi bizə təqdim eləyəndə Dilarə xanım sonradan qoşuldu. Həqiqətən də görürdüm ki, Müşfiq bəy özü o sevinci bölüşə bilirdi bizlə. Bəzi insanlar var ki, başqalarının sevincini bölüşə bilmir. Yəni bunlar məsələn bugünkü lotereya qaliblərini də səmimi qəlbdən təbrik edirəm. Onlar inşallah ki, həmin udduqları hədiyyələri, şadlıqlarda sağlam candan istifadə edəcəklər. İstifadə etsinlər, bəli. Təşəkkür edirik sizə və bütün müsiflər heyətinə, bizim komandamıza, OBA Marketlər şəbəkəsinin bu işini icra edən böyük bir komandası var. Onlara çox sağ ol deyirik. Beləliklə bizim lotereyamız 3 tirajdan ibarət idi və bugün biz sonuncu final tirajına sizlə bərabər şahidlik etdik. Deməyin ki, bununla da lotereya bitdi və salam. Yox, siz alış-verişə davam edin, bilmək olmaz. OBA bir də görürüz elə bir fürsət yaratdı ki, qaliblərdən də biri yenə də siz oldunuz. Bizlə bərabər olan hər kəsə bir daha təşəkkür edirik və lotereyamızın final tirajını alqışlarla yekunlaşdırırıq.